Kanalımın değerli izləyiciləri, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə çox dadlı, ləzzətli ətli börək hazırlayacağım. Əgər evinizdə un, duz, su varsa, bunlardan istifadə edin. Möhtəşəm xəmir yoğururuq və möhtəşəm ətli börək hazırlayırıq. Gəlin vaxt ötürmədən keçək reseptə. Burada 6 stəkan un var. İçərisinə dolu-dolu 1 çay qaşığı duz əlavə edirəm. İlıq su əlavə edərək xəmir yoğururam. Su getdiyi qədər içərisinə əlavə edəcəyik. Nə bərk, nə də boş xəmir olur. Orta yumuşaqlıq xəmir yoğururuq. On 15 dəqiqə xəmiri yoğurdum, qoyuram kənarda, üzərini streçləyib 15-20 dəqiqə dincəlsin. Bu arada börəyin içliyini hazırlayıram. Mən ətlə hazırladım. Quzu əti ilə çəkilmiş quzu ətini tavanın içərisinə əlavə edib qoyuram. Qazın orta xodunda suyun versin, bitsin. Bu arada içərisinə əlavə edəcəyim soğanları hazırlayıram. 2 ədəd böyük soğan götürmüşəm. Xırda-xırda doğrayıram. Suyun vermiş əti spatula vasitəsilə belə əzirəm, ayırıram. Üzərinə soğanları əlavə edirəm. Duz, istiot və pul biber əlavə edib qarışdırıram. Artıq xəmir dincəlib, xəmiri dəzgahın üzərinə qoyuram. Kündələrə ayırıram. Mən 8 kündə tutdum. Bu 8 kündə ilə böyük list börək hazırlaya bilərsiniz. Mən nisbətən kiçik list hazırladım və əlavə 2 kündə qaldı. 2 kündəlikdə kiçik bir list kənarından çıxanlarla yenidən börək hazırladım. 5 dəqiqədə kündələrə gəlməyini gözləyirəm və başlayıram yaymağa. Gördüyünüz böyüklükdə kündəni açıram və yağlayıram qabın içərisini. Qabın içərisinə əlavə edirəm. Yenidən üzərindən yağ əlavə edib yağlayıram, qoyuram kənara. Digər kündəni açıram. Yəni çox böyük açmırıq. Gördüyünüz formada açsanız bəs edir. Hardasa 20 santim yuxalar açırıq. İlkin olaraq təbii ki. Üzərinə yenidən yağ əlavə edirəm. Gördüyünüz kimi 8 kündənin 8-ində bu formada açıram və yağlayıram. Üzərinə də streç çəkirəm, qoyuram kənarda qalsın. 20 dəqiqə, yarım saat yağın içərisində gözlədirəm ki, xəmir boşalsın, yumuşalsın. Bu arada içliyi hazır olur. Gördüyünüz kimi soğan artıq əriyib, ət hazırdır. 25 dəqiqə keçdi. Yaydığım kündələr görün necə yumuşalıb. Böyük bir süfrənin üzərinə alıram və əlim vasitəsilə dartıb uzadıram. Nəzik bir xəmir edirəm. Nə qədər nəzik etsəniz, o qədər xırçıltılı, gözəl kövrək alınacaq sizin börəyiniz. Açdıqdan sonra qalın kənar hissələrini kəsirəm. Mütləq bunu edin ki, bu mayasız xəmirdir. Kənarları bərk qalmasın. Gördüyünüz formada azacıq bükürəm. İçlikdən əlavə edirəm. Videoda göstərdiyim formada bükürəm. Çox bərk sıxıb bükmürük. Gördüyünüz kimi yumuşaq formada belə əlimlə bastıraraq bükürəm. Soba listinin içərisinə əlavə edib forma verirəm. Əgər soba listinin içərisindən çıxmayacağını düşünürsünüzsə, bu zaman adi yağla yağlaya bilərsiniz. İkincini açıram. Gördüyünüz formada kənarlarını kəsdim və içlikdən əlavə edib bükürəm. Hər birini bu formada edirəm. Soba listinin içərisinə yerləşdirirəm. Yenə qeyd edirəm, bu soba listi kiçik gəldi. 2 dənə kündə və kənardan çıxanlar əlavə qaldı. Buna görə də nisbətən böyük soba listi, hardasa 40-45 santim soba listində yetəcək qədər burada xəmir olur. Üzərinə yağ əlavə etdim. İstəyə görə yumurta sarısı da əlavə edib yaya bilərsiniz və üzərindən çörək otu əlavə edirəm. Qoyuram 170-180 dərəcəli sobada bişməyə. Üzəri qızarana kimi bişirirəm. Sobanın alt gözündə. Artıq börəyimiz hazırdır. Möhtəşəm, çox dadlı, ləzzətli, xırçıltılı börəyimiz alınır. Mütləq siz də bu resepti sınayın. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.